aptek açmaq istəyirsiniz? Bunun üçün lisenziya almaq lazımdır. Lisenziyanın alınması üçün lisenziyalar və icazələr portalı, Asan Xidmət Mərkəzləri və ya KOB evləri vasitəsilə İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etməlisiniz. Ərizəyə bunlar əlavə olunur. Fəaliyyət göstərilməsi nəzərdə tutulan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti, vergi ödəyicisi kimi uçota alınma haqqında şəhadətnamənin surəti, əczaçılıq üçün nəzərdə tutulan avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə təsdiq edici sənəd, əczaçıların müvafiq ixtisasa malik olmalarını təsdiq edən sənədlərin surəti, 5 il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin surəti. Pərakəndə dərman vasitələri satılan aptek işlətməyi üçün 1000 manat dövlət rüsumu müəyyən edilib. Regionlarda sahibkarlığın təşviqi məqsədi ilə dövlət rüsumuna 50% güzəşt edilir.